2029-cu ilin sonuna qədər süni intellektin məşğulluqda payı 2%-dən çox olacaq. 40 mindən çox vətəndaş informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyətə cəlb ediləcək. Bu barədə 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin Dünya İqtisadi Forumu ilə birgə icra etdiyi TradeTech layihəsinin Azərbaycan üzrə strateji nəticələrinin təqdimatında danışılıb. Qlobal ticarət ekosisteminin rəqəmsallaşdırılması və kağızsız texnologiyalara keçid. Hədəf budur. Əgər bu məqsədə nail olunsa, 5 il ərzində qlobal iqtisadi gəlirdə əlavə 10 trilyon dollar mənfəət yarana bilər. Bu kontekstdə Azərbaycan dünyanın ən qabaqcıl sistemlərindən bəzilərini tətbiq edir, lakin imkanlar daha genişdir. Bu barədə Dünya İqtisadi Forumunun TradeTech layihəsinin Azərbaycan üzrə strateji nəticələrinin təqdimatında məlumat verildi. TradeTech at the World Economic Forum. Azərbaycanda rəqəmsal texnologiyaların inkişafı ilə bağlı yaxşı nailiyyətlər var. Mən özüm bunun şahidi oldum. Ölkəyə daxil olduqda elektron viza ilə gəldim və bunun əldə olunması çox rahat oldu. Biz istərdik ki, Azərbaycanın mövcud rəqəmsal bazasını daha da inkişaf etdirək ki, Azərbaycan digər ölkələrlə ticarəti daha səmərəli həyata keçirə bilsin. Azərbaycanın coğrafi mövqeyi də buna şərait yaradır. Ölkə orta dəhlizin üzərində yerləşir. İstər hava, istərsə də quru yolu ilə ticarətin həcmi gələcəkdə daha da artacaq. Təqdimatda Azərbaycanın beynəlxalq rəqəmsal ticarət sistemlərinin inteqrasiyasını sürətləndirə biləcək prioritet istiqamətləri də açıqlandı. Bildirildi ki, ölkəmizdə güclü rəqəmsal dövlət infrastrukturu formalaşdırılıb. Bununla yanaşı elektron ticarət sənədlərinin beynəlxalq səviyyədə tanınması, dövlət və özəl sektor sistemləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və TradeTech ekosisteminin inkişafı istiqamətində bir sıra addımların atılmasına ehtiyac var. Yekunda Azərbaycan üçün bir hesabat sənədi hazırlanacaqdır ki, bu hesabat sənədində ölkəmizdə qanunvericilikdə hansı dəyişikliklər olmalıdır, beynəlxalq təcrübədə hansı imkanlar var, bu sahədə sahibkarlar öz məhsullarını həm Azərbaycandan kənarı, həm də Azərbaycanın bir orta dəhliz kimi iştirak etməsi ilə ticarətdə hansı müasir texnologiyalar tətbiq etməlidir, proseslər necə sadələşməlidir, o istiqamətdə təkliflər təqdim olunacaqdır. Prosesdə 28-dən çox tərəf, o cümlədən müxtəlif dövlət qurumları və özəl təşkilatlar iştirak ediblər. Ümumilikdə son illərdə rəqəmsal texnologiyaların mənimsənilməsi ilə bağlı 110 mindən çox sertifikat qazanılıb və ümumilikdə 400 min saatdan çox öyrənmə vaxtı sərf edilib. Bu rəqəmlər Azərbaycan cəmiyyətinin yeni texnologiyalara adaptasiya potensialının göstəricisidir. Qeyd edək ki, dünya miqyasında ticarət qlobal ÜDM-in təxminən 30%, 115-120 trilyon dollar təşkil etsə də, rəqəmsal ticarət hazırda bunun cəmi 12-15% həcmindədir. Əsas çətinlik malların daşınmasında istifadə olunan külli miqdarda kağızla sənədləşmə işi olaraq qalır. Dünya İqtisadi Forumunun TradeTech təşəbbüsünün missiyası isə rəqəmsal transformasiyanın dəstəklənməsi üzrə hökumətlərə düzgün qaydaların tətbiqində kömək etməkdir. Əli Rzayev, Zahir Zahidoğlu, Sabir Bilalov, ASTV İqtisadiyyat.